Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz millətim. Mən indi bilirsiniz bir mövzuya toxunacağım. İndi bu qiymətlərin qalxması ilə bağlı. Bilirsiniz ki, bu bayram yaxınlaşdıqca hansısa bayramlar, indi kimidir, nə bilim, İsus Xristosun ad günüdür, hər nədirsə, axır ki, bizim millət bu bayramı 90% qeyd edir. Və bundan da sui-istifadə edən möhtəkirlər var. Həmin bu möhtəkirlər ki, qiymətləri qaldırırlar. Və çox təəssüflü, çox məyus edici halda ondadır ki, bunlara nəzarət yoxdur. Qışqırırıq, danışırıq, bağırırıq, mümkündür. Onsuz da mən həmişə demişəm ki, bu bizim millətə düşmən lazımdır. Biz özümüz bir-birimizə qənim kəsilmişik. Əti gətirib çıxardıblar artıq 20 manatadır mal ətinin kilosu. Artıq 20 manata gətirib çıxardılar. İndi mən o ət satandan soruşuram ki, sən burada qazanırsan mı? Deyir, belə də, yox deyər ki, 5 manat. Dedim ki, bədbəxt oğlu bədbəxt, hər bayramlarda 2 manat qaldırırsınız əti. Bunu qaldırmaqla deyir, burada sənə qazanc qalmayacaq. Çünki sən əti qaldıranda, mən başqa peşə sahibiyəm, deyək ki, mən hüquqşünasam, mən də xidmət haqqımı qaldıracam ki, gedim ət alım. Yenə 0-0 əldə var 0. Vəssalam. Sadəcə olaraq insanların yaşayışı ağrısı, gərginləşir. İndi 2026-cı ilə bir neçə gün qalıb. Demək, qarşıda bayram günləridir. İnsanlarımız da bilirsiniz ki, bayram günlərində bu yeni şənliyi belədir ki, uşaqlara hədiyyələr alınır, yeməklər, içməklər, müxtəlif içkilər, yeməklər və ilaxır. Hədiyyələr insanlar bir-birinə. Yəni, bundan artıq mən bugün gördüm, buna görə bir neçə rayonda oldum, Səlyanda oldum, Neftçalada oldum, Saatlıda oldum, Sabirabadda oldum, İsmaillidə oldum, sabah da Lənkəranda olacam. Demək, bu mənim o fəaliyyət ərazimdir, İnsan Haqları Müdafiə Təşkilatı olaraq və Qopuz Media qrupu olaraq da biz gəzirik bu rayonları. Bu qiymətlərlə bağlı. İndi baxın, qiymət elə bir həddə çatıb ki, cəmaatı mən indi küçədə görürsən, insanlar deyir ki, əlimiz yanır, yaxınlaşa bilmirik. Çox qəribədir. Bu insanlar işsizlik, deyək ki, belə deyək də, indi deyirlər buna, işsizlik çoxaldıqca ondan sonra qalxır. Nədir? Əmək haqqı qalxır, qiymətlər qalxır. Ərzaq qida mallarının qiyməti qalxır. Mən nə bilim, maşın hissələrinin qiymətləri qalxır. Mən nə bilim, bütün demək olar ki, qiymətlər qalxırsa, bunu da alverçilər eləyir. Alverçilər. Məsələn, misal gətirirəm sizə. Hündüşka bazarda 70-80 manatdır. 70-80 manatdır. Hündüşkanı evində bəsləyən adam 40 manata sata bilmir. 35 manata sata bilmir. Gedib o saxlayanın evini yıxırlar, gətirib qiyməti qoyurlar da üstünə, cəmaatın başlayırlar evini yıxmağa. Onun orada evini yıxırlar, cəmaatın da gəlib burada evini yıxırlar. Bu möhtəkirlərlə, bu alverçilərlə, qardaş, nəzarət lazımdır buna. Biz nə qədər deyək, hanı buna nəzarət sistemi, hanı? Möhtəkirliyə qarşı nəzarət sistemi hanı? Hardadır da bu? Biz görmürük, bu inspeksiya deyirlər, hardadır bu? Sonra o qida məhsullarının sağlamlığı ilə bağlı. Hardadır bu? Bayram günüdür. Leş döküblər, əti, balığı, hər şey. Hardadır bu? Regionlarda, məsələn, mən tanıyıram, Səlyanda var bir də regional qida. O sağlamla bağlı, bilmirəm, adı da mən tez-tez yadımdan çıxır onun. Onlar gəliblər, bir-iki dənə kafeyini qaralayıblar, restoranı, ərazilərində 4-5 dənə baxırlar, elə gəlirlər, onları qaralayırlar, cərməlirlər, 1000-1500 çıxıb gedirlər. Eyni kafeyini ildə 2 dəfə. Bu deyil, iş bu deyil, gedin bazarlara baxın da, çəkiliş apazıma baxın da, qiymətlər də nəzarət edin də. Baxın, görün, nə balıqları satılır bazarda. Görün, nə ətləri satılır bazarda. O ətdən, o balıqdan analiz götürmüşsünüzmü? Yalan danışırsınız. İndi deyəcəksiniz ki, biz götürürük.
Götürmürsünüz, biz vətəndaş deyilik, biz görmürük ki, cəmaatın içində siz necə işləyirsiniz, hansı formada işləyirsiniz, hamısını görürük. Qiymətlər cəmaatın artıq ürəyi partlayır. Qazın qiyməti bir yandan qalxıb, işığın qiyməti bir yandan qalxıb, limitləri bir yandan çoxalmışsınız. Ay kişi, öldürəsiniz bu cəmaatı. Sən indi etibar ediblər, gətirib qoyublar vəzifəyə. Görsən ki, bizdən fərqli olaraq, biz nadürüst adamlarıq, siz dürüst adamlarsınız da, ona görə sizi gətirib, naxşunuz gətirib, gəlib oturmuşsunuz, nazir işləyirsiniz, bürüzansa rəhbəri işləyirsiniz, yaxşı, gəlib işləyirsiniz. Sizə etibar ediblər, gətirib qoyublar bura. Cəmaatda nə istəyirsiniz? Nə qədər cərimələr olur? Ay ki, bu cərimə ilə büdcə doldurmaq olar. Bu cərimə hardan çıxır? Vətəndaşdan, düzdür? Vətəndaşın harasından? Maaşından, hanı maaşı vətəndaşın? Harasından çıxır? Amma bu cərimə vətəndaşın harasından çıxır? Vətəndaş 500 manat maaş alır. O 500 manatın harasından çıxardırsınız o cərimə? O 500 manat nədir ki, o da cərimə ödəsin orada? Hələ bu işləyər. İşləməyəndən nə varsın? Ay, nə qədər cərimə olar, ay kişi, nə qədər cərimə olar? Və insanların rifahı üçün bir iş niyə görmürsünüz? Sizə etibar ediblər, sizə bel bağlayıblar, gətirib qoyublar vəzifəyə. Bəsdir də bu yırtıcılıqlar elədiniz də, bu insanlardan nə istəyirsiniz? İnsanlar axıb bura gəlib çatıblar. Ay, gül kimi dövlətimiz var, gül kimi dövlətimizin rəhbəri var, gül kimi dünyanın hər yerəsində dövlətimizin başçısı görsün, gedib başımızı, üzümüzü ağ eləyib hər yerdə də. Niyə siz belə insanlarsınız? Sizinlə necə mübarizə aparılsın ki? Niyə görə vəzifədə oturan insanlar üzərinə düşən vəzifələrini doğru düz icra eləmirlər? Qardaş, niyə baxmırsan bu qiymətlərə? Niyə düşüb cəmaatın bu, düşün bazara da, sən pulun var alırsan, bu əhalinin cəmaatın pulu yoxdur. Gör bu niyə qalxıb? Soruş gör bu apelsinin qiyməti niyə bu qiymətədir? Soruş gör bu armudun qiyməti niyə 4 manatdır kilosu? 3 dənə armud 4 manat. Biri düşür 1 manat 30 qəpiyə armudun. Bir soruş da, niyə qalxızır? Hardan alır bu armudu? Armudu gedir gətirir, deyək ki, Balakəndən. Gedir 10 köpüyə alır, gətirib burada Şirvanda, Səlyanda 10 manata satır. Belə şey olar. Yenə bax, qayıtdım bayaqki sözümün üstünə. Buna nəzarət bir sistem olmalıdır və buna nəzarət sistemində var dövlətin içində, var. Sadəcə olaraq o sistemin üzərində oturan adamlar işləmirlər. Doğru dürüst vəzifələrini icra eləmirlər. Biz də artıq bütün bu şeyləri gördükcə həmin bu qurumun rəhbər işçiləri hansı ki otururlardı, biz də onlarla ölkə ictimaiyyəti olaraq mübarizə aparacaq. Yəni mübarizə necə? Bizim vəzifəmiz nədir? Bizim vəzifəmiz qanunvericiliyin əməl olunmasına yardım etməkdir. Amma qanunvericiliyi bu adam əməl etmir. Buna mən necə yardım eləyim? Artıq məcburam ki, məcbur eləyim. Yardım yox, məcbur eləyək ölkə ictimaiyyəti olaraq. Bu haracan gedəcəyi belə, haracan gedəcək? Nə qədər adam tutmaq olar, nə qədər adamı döymək olar, nə qədər adamı işdən çıxartmaq olar? Adam qalmıyor bir respublikada rüşvətlə, korrupsiyana, hamı tutulub, soxulub içəri, bütün vəzifəli adamları yenə qoymursunuz özünüzə. Sizə neynəmək lazımdır? Döyək sizi, nə qaraq ki? Nə tətbiq eləyək sizi ilə? Nə adamsızsınız, nə insansızsınız? Bu cəmaatı niyə bezdirmişsiniz? Prezidentin verdiyi çörək var ha sizə. Hamımızın bırnından irinqan olsun, tökülsün yerə. İrinqan olsun o kişinin sizə verdiyi çörəklə. Nə deyim da? Daha öyle əsəbləşdim, danışa bilmirəm. Çox sağ olun, gecəniz xeyrə qalsın. Mən ümid eləyirəm ki, mənim səsimi eşidib, bəlkə də kimsə bir kişilik damarı, belki qeyrət damarı tərpənə düşə bu bazarı, bu mağazini, bu dükanları gəzib baxsın, görsünlər nə məsələdir. Qazın məsələsinə baxsınlar. Ay kişi, 500 manat, 600 manat ayda qaz pulu vermək olar. 500 manat, 600 manat qaz pulu vermək olar.
5 dənə kombi yanın evdə 400 manat, 450 manat pul yazır. Limiti nə bilim nə. Güya biz o qədər qudurmuş millətik ki, biz qazın pulun veririk, artıq bir cibimizdə də nə qədər pul qalır. O da bir limit qoyublar ki, o puldan biraz da limitə ödəyək. Bəs dünün bu qədər düşüklüyü, bu qədər şit hərəkətləri qutarın, ayıbdır. Çox sağ olun, gecəniz xeyrə qalsın.